Möminin Kitabçası Pro mobil tətbiqində bu bölməyə daxil olmaqla Quran-ı Kərimi həm oxuya, həm də dinləyə bilərsiniz. Quran oxuduğunuz zaman ayəni əlfəcin vasitəsilə işarələyib yadda saxlamaqla, sonradan daxil olub həmin ayədən davam etmək olar. Bundan əlavə, ayələri kopyalayıb paylaşmaq da mümkündür. Quran bölməsinin bu hissəsində ayrıca bölümlər də var. Bu bölümlərdə MP3 list olaraq Quranın ərəbcə və tərcüməsini dinləyə bilərsiniz. Həmçinin Quranın təfsirinə və ya ərəbcəsinə baxmaq mümkündür. Yasin surəsini isə bu bölümdən tam offline tərtibatda ərəbcə, oxunuş, tərcümə və tapşırma duası ilə oxumaq olar. Quran-ı Kərimi müxtəlif dillərdə, tərcümələrdə oxumaq üçün bu hissəyə daxil ola bilərsiniz. Buradan ayəni izləyərək dinləmə imkanı da var. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Play Market, App Store və ya App Gallery platformalarından Möminin Kitabçası Pro mobil tətbiqini asanlıqla yükləyə bilərsiniz. Qeyd edək ki, Möminin Kitabçası Pro mobil tətbiqi hər kəsin istifadəsi üçün ödənişsizdir. Allah bu proqramdan faydalanmağı, öyrəndiyimiz elmə əməl etməyi hər birimizə nəsib etsin.